Dostlar, salam, hər vaxtınız xeyir olsun. Podkastın növbəti buraxılışı ilə qarşınızdayıq. Bu dəfə də trio şəklində, amma fərqli bir trio olacaq. Həmkarım Rafael mənimlədir, amma qonağımız var studiyamızda. UEFA B kateqoriyalı məşqçi Elvin Quliyevdir. Elvin, xoş gördük sizi. Sağ olun, çox sağ olun. Və onu bura dəvət eləməyimiz əvəzsiz deyil. Rafael, sənə də salamlayıram. Xoş gördük. Onu bura əvəzsiz dəvət eləməmişik Elvini, çünki mütəxəssis olaraq Azərbaycan Premyer Liqasında qış fasiləsinə ayrılıb Premyer Liqa və son tur və eləcə də ümumi bir mənzərəyə baxacağıq ki, görək nə baş verdi Azərbaycan çempionatının nə ilə fərqləndi bundan öncəki mövsümlərindən. Amma mən Rafael təklif eləyəcəm ki, bizim ötən həftə bir viktorinamız olmuşdu. Real Madrid Sevilla oyununda nəticə və qollardan birinin müəllifi. Dəqiq tapan 4 izləyicimiz var. Bizim adımızda belə bir özümüzə məxsus püşkatma eləyəcəyik. Azər Türkmən hər birinin adını yazmışıq və onların adını belə deyək, daxil edəcəyik bax bura. Və daha sonra mən birini təsadüfi olaraq seçəcəm və o şəxslərdən biri bizdən tərəfdaşımız Tarık Ustadan World Bikes ləqəbli izləyicidir. 2 nəfərlik şam yeməyi bəli Tarık Ustadan. Daha doğrusu səhər yeməyi qazanacaq. Daha sonra Badalov 7 ləqəbli. Burada hamısı adlar var və bir də Eltaç Rızazadə, orada 45 nəsə var daxilində, orada onu yazmadıq. Baxın belə. Bu 4 şəxsdən şəffaflıq olsun deyə atırıq bura və mən burada yəni bir neçə dəfə vərəqləri baxın belə şəkildə götürürəm. Təsadüfi bir seçimlə qalibimizin adını deyəcəyik. World Bikes nickname-li kimdisə, əlaqə nömrəsində zəhmət olmasa rəy bölməsində yazar bu buraxılışı. Ya da Instagramda bizə yazar. Bəli. Instagramdan yazar və biz ona o kuponu təqdim eləyəcəyik. Tarık Ustada. Gedib səhər yeməyi yeyə bilər ki, yeyəcək, gözəl səhər yeməyi. Biz artıq bu belə viktorinamızı kənara qoya bilərik. Bəli. Heç şey qalmadı. Və artıq müzakirələrimizə təbrik edirik qaliblərimizi. Bundan sonra da viktorinamız olacaq, tərəfdaşlarımızdan hədiyyələr olacaq. Elvin, başlayaq Azərbaycan çempionatının son turundan. Sizin əlanınızda turnir cədvəli var, izləyicilər də görəcək. Son tur bizə əsas izləyicilərə maraqlı olan Neftçinin, Qarabağın və Sabah lider kimi tamamladı yarım mövsüm. Sabahın çıxışları olacaq, təbii ki, digər komandalarda. Gözlənilən indi Sabahın mövsümün yarısının çempion olması. Ümumiyyətlə Sabah baş məşqçidən sonra daha inamlı təsir bağışlayırdı. Görsənirdi ki, məşqçinin oyun sxemində bir fikri var və Qarabağı da ən çox yaxından izləyən məşqçilərdən idi və Qarabağı yaxşı təhlil olunmuşdu. Həqiqətən də oyun epizodlarında görürük ki, Qarabağın buraxdığı hər iki qolda mərkəzdən olan ötürmələr oldu ki, həqiqətən də Qarabağ mərkəzdə oyunçuları qarşılamaqda gecikirdi. Bu Sabah Qarabağ oyunu. Yəni belə deyək. Bəli, Sabah Qarabağ oyunundan bəli. Əsas o oyunu deyərdi. O təxirə salınmış oyun idi. Oyunun gedişində də gördük ki, yəni Sabah daha çox istəklidir və Sabah da bilirdi ki, bu oyunu qələbə qazanmaqla birinci dövrəni birinci yerdə başa vuracaq və çox vacib oyun idi, həm də üstünlük yaratmaq. Yəni Sabah deyərdim ki, bir başqa bir rəng qatdı ölkə çempionatına və görsənən odur ki, ikinci dövrə Qarabağın da işi az deyil və digər komandaların da bu ikiliyə çatmaq şansı var. Nə dərəcədə onların bu iki komanda ilə müqayisə olunacağını turlar göstərəcək, amma Sabah həqiqətən də rəngarənglik qatıb ölkə çempionatına və bundan sonraki turlarda da gərgin mübarizə olacaq. İndi ümumi Elvin bəy danışdı Rafael. Mən də fikrim maraqlıdır ki, Rafael həmişə də qeyd edirdi ki, Sabah bu Qarabağ oyunundan öncə də biz 2 tur əvvələ qatdıq. Həm təxirə salınmış oyun, həm də son tur haqqında danışırıq. Qeyd eləmişdi. Sabahda bu inam nəyə görədir? Yəni nə görmüşdün? Elvin bəy deyir ki, Dambraskas məşqçinin dəyişikliyi də, belə deyək, məşqçinin gəlişi müəyyən şeylər dəyişdi. İndi onun detallarını soruşacağam ki, xüsusi nə dəyişib ki Sabahda? Murad Musayev dönəmi mənə maraqlıdır ki, onunla bunun arasında nə fərq ola bilər ki? Sənin fikrin nədir bu haqda? Bu haqda fikrim mən ilk olaraq yayda formalaşmış bir fikirdir. Yəni Sabah Dambrauskası açıqlayandan sonra Valdas Dambrauskası. Nə var idi? Yox, mən baş məşqçi açdım, avtobiografiyasını araşdırdım, baxdım, gördüm nədir, nəçidir. Yəni bu niyə görə Sabah gətirdi, bu insan kimdir? Amoniyadan azdan çoxdan bilirdik.
və oturub biraz araşdırandan sonra əsasda rus dilli kontentdə məlumatlar tapdım və çox maraqlı gəldi. Taktiki və düşüncələr də maraqlı gəldi. Ondan sonra zaten biz sezonun sezonu bitəndə sentyabrın əvvəli idi Ziyanla verilişdə. Mən dedim ki, Sabahın əsas transferi baş məşqçidir. Baş məşqçi də bu işi görəcək, nəticə də verəcək. Sezon başlayanda zaten bizim ilk podkastımızda mən də orada demişdim ki, bu iki çempion mənim düşüncəmdə Sabah olacaq. İndi gəldik isə ümumi bugünə olan nəticəyə kimi Sabah ilk başlayanda biraz çətinliklə başladı. Çünki baş məşqçinin taktikasını hələ komandaya tam oturtdurmaq, oyunçuların komandanın öyrəşməsi sezon başında biraz xal itirdi. Bəlkə də biraz komanda hazır olsaydı Avroligada rahat gedərdi. Yəni Selya ilə oyununda biz xatırlayırıq ki, Sabah sona qədər mübarizə aparmışdı. Bu qaldı Dambrauskasın taktiki anlayışına və öz fikirlərin oyunçulara ötürməsinə. Oyunlarında həddindən artıq çox sürət var, dinamiklik var və müasir futbolda fikir versənsə artıq belə deyək, pas futbolu, total futbol artıq dinamik futbolla əvəzlənir və bu açıq-aydın görsənir. İndi hal-hazırda yəni dünyada dinamik futbol oynadan, vertikal futbol oynadan baş məşqçilər öz sözlərini deyirlər və Valdas da bunlardan biridir. Azərbaycan futbolunda çox sürətli futbol oynadan tək-tük baş məşqçilərindən biridir və Qarabağla oyunda da, Sumqayıtla oyunda da, ondan əvvəlki turlarda da əks hücumlarda rəqiblərinə göz açmağa imkan vermirdilər və sürətli yüksək presinqdədilər. Və biz bunu zaten sənlə bundan əvvəlki verilişimizdə Qarabağla oyundan sonra danışmışdıq ümumi fikirdə. Yəni təkrara getmək istəmirəm. Sadəcə olaraq Sabah sözün əsl mənasında futbol baxımından Qarabağın antidotudur. Qarabağ Azərbaycan liqasında dayanıqlı, total futbol oynayan, səbirlə rəqibi sıxıb qapısına, onun səhvinə belə deyək. Deyirsən vaksindir də yəni. Bəli, tamamilə antidotdur. Çünki niyə görə sürətli futbol oynayan, keçid futbol oynayan komandalara Qarabağ həmişə çətinlik çəkib oynaya bilmir. Və bu da açıq-aydın görsənir. Bunlardan biri acı Zirənin özü belə Qarabağ məğlub eləyə bilmir. Niyə görə Zirə arxaya yaslanır, deyir gəl, sürətli əks hücumlarından yararlan. Aydındır, uzun müddətli planda bunlar aydındır. Evin bəy, bax bu Qarabağ məsələsi mən həmişə Rafaellə bu mənada biraz əks fikirdəyəm. Nə mənada? Uzun illərin təcrübəsi göstərir ki, Qarabağ mövsümün Avropada artıq 11-ci ildə oynayırdı ardıcıl qruplarda və görsənir ki, mövsümün bu hissəsində gücü verir ora, cəbhəni bölmək çətin olur da güclü qüvvəsini. İkinci hissəsi tamamilə rəqibsiz olur. Amma Sabah, Rafael yenə də inadla bildirir ki, Sabah bu il o deyil də, yəni digər bundan əvvəlki illərdəki Qarabağın rəqibləri kimi deyil də, Neftçisi və yaxud da yaxın düşən olmayıb da ümumiyyətlə. Bir dənə Zirə biraz yaxın düşürdü, bir dəfə kubok finalı oynadılar. Nə düşünürsünüz? Bax bu ilin Qarabağ, Qurbanovun komandası toparlanacaq yoxsa? Bəli, biz necədir? Ümumiyyətlə biz müşahidə elədik ki, Qarabağın elə geniş heyəti yoxdur. Həm bəzi axsamaları var idi və bu ilki çıxışı da çox uğurlu alındı və tamamilə diqqəti verdilər belə deyək də Çempionlar Liqasına və istər-istəməz Çempionlar Liqasına tam o bütöv heyətin olmayanda, yəni həm ölkə çempionatında çıxış eləmək üçün, həm belə deyək liqa çempionluğunda çıxış eləmək üçün onda hardasa hansındansa diqqəti alıb hansısa verməlidir və orada da Qurban müəllim seçmə elədi Çempionlar Liqasından. Deməzdim ölkə çempionatında pis çıxış elədilər, lakin müşahidə göstərirdi ki, yəni həmən istək ölkə çempionatında yoxdur, oyunçularda da yoxdur. Həqiqətən də yorğunluq da hiss olunurdu və oyunçuların da ən çox diqqəti Çempionlar Liqasına idi və belə deyək də bu oyunlar imkan verir ki, ölkə çempionatında çıxış eləyəndə bəzi epizodlarda ayaqlarını qoymur oyunçular, bəzi epizodlarda belə deyək də müdafiə qayıtmaqda, hücuma qoşulmaqda, bəzi yorğun halda olanda gözləyirlər, kimlərəsə başqa bir oyunçular bir-birinə daha çox güvənirlər ki, orada o mənim yerimə bunu eləyər, mən burada onun yerinə əvəz eləyərəm. Ona görə fikirləşirəm ki, onlar özlərini ölkə çempionatında sırf Çempionlar Liqasına saxlayırdılar. Əsas diqqəti oyunçular özləri də ora vermişdilər. Həqiqətən də indi görürük ki, Çempionlar Liqasına uğurlu çıxış eləmək nə qədər oyunçu təkliflərin gəlməyidir. Qurban Qurbanov da bildirdi ki, nə qədər oyunçuya çıxış, yəni etiraz elədi ki, həqiqətən də heç bizim xəbərimiz yoxdur, amma oyunçulara böyük təkliflər gəlir və o vəsaitin qabağında oyunçular görürsünüz ki,
fikir Fikirləri ayrılığında yayılır. qalır və fikir ayrılığında da qalanda istər-istəməz oyunçu qərarsız qalanda oyunda o müşahidə olunur. Futbol elə bir idman növüdür ki, insan hansı istəri məişətdə ya və yaxud digər məsələləri, nələri keçirdirsə o oyunda onun təsir eləyir. Ona görə fikirləşirəm ki, ikinci dövrədə sırf Azərbaycan çempionatına Qarabağ köklənsə, onda biz əsas Sabahı görəcəyik. Yəni Rafael gəl çıxdı məsələyə. Mən o fikirlə razı deyiləm. Niyə o fikir yox? Mən razı deyiləm, səbəbin açıq-aydın. Görməyən fikirləri və biz məsələn danışırıq, amma bəzi məqamlar deyir ki, həqiqətən topa ayaq qoymurlar, müdafiəyə qayıtmırlar. Müəyyən mənada. Razıyam onunla, amma Qarabağ liqadakı əsasən əksərən heyət ikinci heyətlə çıxır. Yəni Ramil Şeydayev, Musa Qurbanlı ilə indi Qəbələnin oyununa toxunaq 2-1 qalib gəldi. Orada demək olar ki, ikinci heyətlə çıxdı. Sonra artıq gördü ki, qələbə qazanmaq lazımdır. Əsas oyunçuları meydana buraxdı. Qurban zaten oyunçularına istirahət verir. Və biz bunu dəfələrlə görürük və hətta Peşkar Futbol Liqasında elə planlanmışdı ki, Qurban Qurbanovun oyunçuları, yəni həmişə Çempionlar Ligi oyunundan öncə 5-ci gün oyuna çıxırlar. Yəni 5-ci gün çıxırlar ki, oyunçular istirahət edə bilsin. Yəni bilsən Qurban Qurbanov məcbur məsələn bazar günü oynayıb 3-cü gün Çempionlar Liqinə çıxmaq, 2 gün arada vaxt qalır. Məsələn əsas heyəti oynatmaya bilər. Lakin biz həmişə fikir verdik ki, Çempionlar Liqindən öncə Qurban əsas heyətlə çıxırdı zaten liqa oyunlarında da. Yəni bu 5 tur keçib, 5 turun 5-də də. Yəni müəyyən bir dəyişiklik olurdu. Hə, 1-2 maksimum dəyişiklik olurdu. Əsas heyətlə çıxırdı, 5-ci gün oyunu keçirdirdi və gedirdi Çempionlar. Mən o fikirlə də razı deyiləm ki, Qurbanov biraz liqanı yana atdı, Çempionlar Liqinə kökləndi. O heyət niyə buraxır ki, oyuna hazır olsunlar? Razıyam və bu heyətdə zaten tam istirahət edə bilir. Oyunçuların istirahət üçün bir futbolçu, professional futbolçunun istirahəti üçün minimum 48 saat lazımdır ki, tam bədəni özünə qayıda bilsin, enerjisini, itirdiyi enerjini təmin edə bilsin və 5-ci gün oynayandan sonra 6 bazar, 1-ci, 2-ci, 3-cü gün, yəni ən azı 4 günü, 5 gün olur oyunçularda. Yəni oyunçular tam istirahət edirlər. Mən bu fikirlə niyə razı deyirəm? Çünki ola bilər indi müəllim professionaldır. Mən heç bir şey demirəm. Aydındır. Lakin bir tərəf bu Sabahın biraz da uğurunu biz balacalaşdırırıq bundan ki, Qurban Qurbanov istəsə Sabaha imkan verməz, amma Sabah da bir dənə məğlubiyyəti var da. Yox, istəsə söhbət deyil. Bu komanda uduzmur. Sabah əladır. Bu komanda liqa başlayanda uduzur. Ondan sonra uduzmur. Başa düşürəm. Sabah komandası yanaşma tərzi əla. O bir oyunda pis yanaşdılar. O da imişliklə tutmuş, bütün hər şeyi əla görür. Bir oyunda düzgün yanaşmadı Valdas rəqibinə. Bu da imişliklə oyunda hansı ki məğlub oldular 1-0 öz meydanlarında. Həmin oyundan sonra da bizim podkastımızda mən onu dedim ki, orada Sabahın oyunçularına biz imişliyini məğlub eləyərik düşüncəsi onlara orada baha başa gəldi. Əslində həmin oyunda pis oynamamışdı. Sadəcə əks hücumda tutuldu. İmişlinin oyunçusu çox gözəl də gol vurmuşdu həmin oyunda Sabahın qapısına. Azərbaycanlı oyunçu da adı yadımdan çıxdı. Gözəl outdan atdan topu qəbul edib dönüb qapıya zərbə vurmuşdu. Çox möhtəşəm də gol idi. Yəni Sabah elə oynayırdı. Bütün oyunlara tam köklənib. Bir oyunda səhv buraxmışdılar. O da liqa təzə başlayanda uduzdular. Ondan sonra Valdas heç bir oyunda komandasını belə deyək 80% köklənmədən oyuna çıxarmır. Tam Sumqayıtla oyunda uşaqlar bir çox dostlarım da deyir ki, Sumqayıt çətin rəqibdir, məndən neçə qalıb. Mən deyim ki, qardaş, mən Azərbaycan liqasını bu il başlayandan tam izləyirəm, keçən ildən fərqli olaraq o bütün oyunlar demək olar çalışıram, baxıram. Sumqayıt Sabahla heç nə edə bilməz. Eləyə bilmədi. Mümkünatı da yoxdur. Yəni bu komandanın gücü deyil Sabahla mübarizə aparsın. Sabahın bu komandasına bir maksimum mərkəz hücumçusu, bir də mərkəz müdafiəçisi alınsa, fiziki cəhətdən güclüdür. Mənim Serbiyadan əsasən Simic ötən dəfə etdiyi səhvlərini bu dəfə belə də yudu. Bəli. Simic 2 qolla da 3-1 məğlub edildilər. Yəni burada Sabahın heyətində cəmi 2 çatışmamazlıq var. Nəinki Qarabağda. Qarabağda daha çox çatışmamazlıq var. Kadin yerini doldura bilmirlər. Ondan sonra müdafiə mərkəzində problemlər var. Qarabağda hücumçu problemi var. Dayaq yarım müdafiədə problem var Qarabağda. Əslində biz baxanda Qarabağ maçtabla baxanda Qarabağın problemləri daha çoxdur. Onları həll etmək. Bir, ikincisi də ki, Qarabağ qış transferində oyunçuların təklifləri gələcək. Kohalskiyə təklif gələcək, Bikalyoya gələcək, Yankoviçin adı səslənir hal-hazırda Olympiakosuna, Torala FKSB ilə adı səslənir, Elvin səslənir. Düşün ki, bu oyunçular hamısının beyninin, hətta bu Aday, Elvin, Toralın da müqavilələri bitir 6 ay sonra. Düşün ki, bu oyunçular hal-hazırda haqqları var ki, 6 ay qalmış müddətdə istədikləri klubdan danışıqlar apara bilsin. Düzdür müəllim? Bəli. Oyunçular indi bir tərəfdən də ora kökləniblər. Bunların, yəni komanda çox da stabil deyil. Kimin bir tərəf yox. Yanaşma necədir? Ajax Qarabağ Çempionlar Liqası oynayır. Biz ona görə heyətin kasad olduğunu deyirik.
Sabah sən o müqayisə də mənə görə düz deyil ki, Sabah bura Azərbaycana görə sən deyirsən ki, 2 oyunçu lazımdır. Bəli, Azərbaycan. Amma Qarabağda Azərbaycana görə normal heyəti var. Normal heyəti var. Normal deyil. O Mən bax Qarabağın heyətində çatışmayan mövqelərdən biri Zubirin Cinağıdır. Zubirin Cinağıda çatışmır ona görə ki, mərkəz hücumçusu yoxdur. Zubirin Cinağına alınan Duran məcburən mərkəzdə oynayır. İkincisi sağ cinaq hücumçusu Andrade 10 nömrə mövqeyinə gedəndə Nəriman oynadır orada Qurbanqurbanov ki, Nəriman da sağ cinaqda. Ümumiyyətlə bu adam yəni yaramır da Qarabağa. Bu açıq-aydın görsənir. 500 transfer marketindən türk 2 milyon qiymət sad qoyublar. 500 min. Bu Nərimanın qiyməti necə olur? O yaşına görədir. 21 yaşı var, ona görə. Mən maraqlı da Elvin belə olmamışıq burada. Mən şəxsən studiyada. Mən maraqlıdır Nəriman haqqında fikirlər. Nəriman bir peşəkar baş məşqçi gözləyir. Hə, bir məşqçi kimi görünüş necədir bax Nərimanda. İndi uğursuzluq zalağında başa düşdük. Bu Araz Naxçıvanın oyuna baxsaq, orada da bir oyunçu vardı, Edgar idi, səhv eləmirəmsə. Arazın ki, hansı? Araz Naxçıvanın sonuncu oyunda bir neçə epizodu oldu Azərbaycanın. Şamaxın oyunçusu. Şamaxın oyunçusu, bəli, Şamaxın oyunçusu. Hə, Ədilxanovu deyirsiniz. Ədilxanov. Məsələn, o da yaxşı oyunçudur, son belə perspektivlərin içində. Amma Nəriman belə deyək, Nərimanın alternativi kimi də bir Azərbaycanda hələ ki mən futbolçu görə bilmirik. Nəriman biz necədir? Bu Azərbaycan futbolunda aşağı yaş qruplarında olan boşluqda Qurban Qurbanovun hansısa bir oyunçulara verdiyi üstünlükdən belə deyək də meydana gəlmiş bir futbolçudur ki, hansı ki ona böyük ümidlər bəsləyir, hər oyunda ona vaxt verir və deməzdim ki, yəni Nəriman zəif oyunçudur ya sadəcə olaraq biz necədir? Oyunçunun səviyyəsi var da. Hansısa ölkə çempionatı üçün ola bilər səviyyəsi yaxşı olsun, amma oyunçu daim o səviyyəsini artırmalıdır. O da çox gənc oyunçudur. Deyə bilmirik də bu günlərim onun səviyyəsi qalxacaq, qalxmayacaq. Çünki onun qabağında böyük karyera var, böyük zaman var və özünü doğrulda bilər. Sadəcə olaraq o nə dərəcədə bu imkanlardan həmişə onda Qarabağda oynamaq imkanı olacaq, olmayacaq ya və yaxud Qarabağda Qurban Qurbanov ona həmişə oyun vaxtı verəcək, verməyəcək. O özü də bunları düşünməlidir və daim öz üzərində işləməlidir. Çünki mən məsələn Nərimanın milli komandada da düzdür Ukrayna oyunda hansısa bir sonuncu belə deyək də o Nərimanın mövqeyi belə bir oyunçudur ki, orada xüsusi bir texnikaya ehtiyac yoxdur. Son vuruşlardır. O vuruşlara dəqiq toxunmaq lazımdır və müdafiəçilərdən daha tez davranmaq lazımdır. Ümumiyyətlə fiziki cəhətdən əgər belə deyək də hücumçu müdafiəçidən geri qalırsa, deməli bu hücumçunun ya məsələn Ajaxın oyunda da gördük ki, bəzi topa sahib olmada, komanda ki ona ötürməni keçirdi, o topa sahib olmalıdır ki, komanda irəli çıxa bilsin. Yəni o belə deyək də onun gəncliyinə də o şeylər keçmək olar ki, hələ o qədər də təcrübəli deyil. Ölkə çempionatında görsə onlar o qədər biruzə verilmir, amma Avropa səviyyəli oyunlarda onlar biruzə verilir. Amma deyərdim ki, onun üçün gözəl şans var. Yəni Qarabağla Çempionlar Liqasında oynamaq yəni elə belə bir məsələ deyil. Bəli, şans verilir. Yəni gəlin deyək ki, məsəl üçün bu gün Nərimanı oynatmayaq, tutaq ki, kimsə oynadaq orada. Ya və yaxud mən başa düşürəm, orada tutaq ki, Nərimanın oyunun o hissəsində olmasın, başqa bir hissəsində oyuna əlavə eləmək olardı. Amma məşqçi elə fikirləşdi və məşqçi özü də öz işlərinin, özü də öz qərarlarından elə bir ki, işləməlidir öz qərarlarının üzərində. Ki, burada bu dəyişikliyi eləyəndən sonra belə oldu, burada o dəyişikliyi eləyəndən sonra belə oldu. Amma Nərimanın, Toralın, Elvinin, məsələn Elvini mən çox ümid eləyirəm Elvinə. Məsələn Elvin sabahla oyunda 2 dənə epizodda Elvinin səhvi oldu. Deməli birinci epizodda düzdür, mərkəzdən yenə də yardılar. 4 dənə oyunçu, mən o epizodu saxlayıb baxmışam dəfələrlə. 4 oyunçunun içindən mərkəzdən ötürmə gedir Elvinin olduğu cinaha, Qarabağın sol cinahına. Elvin məsəl üçün orada Medina düzdür, hə, çata bilərdi, kömək edə bilərdi, amma o mövqedə Elvin olmalıydı, hansı ki Sabahın oyunçusu birinci qolu vurdu. İkinci epizodda da Elvinin o epizodu müəllim deyim, yəni birinci dəfə deyil. Yəni bu Şölbürünlə də Bakıda oyunda eyni epizoddan biz qol buraxdıq. Elvinin arxası, Elvinin müdafiədə, yəni önə gedib arxaya qayıdan zaman həmişə arxasında boşluqlar buraxır, sığortaya çox gecikir. Biz nəyə görədir? Mən sizə deyim onu. Baxın,
Orada Elvin ümumiyyətlə sürətlidir. Qarabağda çox vaxtı cinahlardan hücuma qurur. Aydın məsələ. Cinahlardan hücumu quranda Elvin daha çox məsafə qət eləyir. Bir dənə baxarsınız, Bəli, bəli, o daha çox aydın məsafəni Elvin qət eləyir. Orada Elvini əvəzləmək üçün, məsəl üçün Sabahın ikinci qoluna baxın. Simic Elvinlə mübarizədə mərkəzə doğru hərəkət eləyir. Elvin müəyyən müddət onu belə deyək də qarşılayır. Müəyyən müddətdən sonra öz zonasına düşür və mərkəzdən oyunçunu gözləyir ki, onu qarşılasın. O ərəfədə elə bir zaman itkisindən Simic ötürməsini verir, müdafiənin dalından arxasından açılıb ikinci qolu vurur. O Sabahın hücumçusu. Yəni nə demək istəyirəm? Yəni o Elvin o mövqedə lazım deyildi öz zonasına düşsün. Elə o mövqedə axıracan oyunçu ilə təzyiqi göstərsə də o oyunçu o ötürməni verə bilməyəcəkdi. Bəli, Elvin ona o təzyiqi eləyəndə öz zonası boş qalacaqdı. Orada rahat Zubir düşə bilərdi. Zubir arxasından gəlirdi, düşə bilərdi onun zonasına. Bildiniz necə? Yəni bəlkə də biz necədir? İndi siz biz hamımız fikirləşirik komandadakı, yəni Qarabağdakı o məsələləri görürük. Bəlkə də oyunçular da o epizodda bilir ki, mən məsəl üçün bura getsəm mənim zonam boş qalacaq, məni Zubir düşməyəcək o mövqeyə. Ya və yaxud da burada bunu eləsəm, nə bilim, o oyunçu mənim yerimi əvəzləməyəcək. Məsəl üçün biz deyirik amma Elvin bunlarda yəni çox da kritika eləmək olmur da. Çünki bu adam faydalı iş hamsalı çox olur. Amma Toralda, Nərimanda niyə hamı köklənir? Çünki bu adam bu müddətdə bitiricidir. Həm bitiricidir. Bu müddətdə etdiyi səhvlərin kompensasiyasını edə bilmədi. Düz ölkə çempionatında vurğuladıq ki, amma yenə də deyirik, orada səviyyə başqadır axı. Mən siz məsələn Elvinin o səhvlə müəllim də qeyd elədi. O səhvlərin ən böyük səbəbi Elvinin tək qalmağı, belə epizodlarda ən çox Elvinin Cahandan Qarabağın qol buraxmağı və çox epizod verməyin əsas səbəbi Elvinin dəstək olmamalarıdır. Elvin müdafiədə həmişə tək qalır. Təbii robot deyil də, ora gedib hücuma çox qoşulur. Yəni Elvini mən heç cürə qınaya bilmərəm. Məncə Azərbaycanın yetişdirdiyi ən yaxşı solcular müdafiəçisidir. Sağı mübahisə eləyərəm. Sağda məsələn Mahir Şükürov kimi adam var idi bizdə. Kim olub? Kim var fikrinizdə? Azərbaycan faktiki sol da Kamal Quliyev də var idi o vaxt. Soldan Ədaim var idi. Sonra soldan Emini də oynadırdılar o vaxt. Ondan sonra soldan deyərdim Ramin Quliyevi də oynadırdılar. Amma hamısı Elvin deyil də. Yəni Avropa Elvin səviyyəsində hələ yəni. Sağda məsələn ən yaxşımız Mahir Şükürovdur. Mahir Şükürovdan başqa mən heç kim yadıma gəlmir sağcı. Bəli, amma Mahir Şükürovun yəni hücuma qoşulmaları zaman bizdə müdafiə Mahir Şükürov üzr istəyirəm, belə bir oyunlar oynamayıb da. O da aydın. Onun dövründə o yox idi. O qədər sürət. O düz indi bəyənmir bəzi Azərbaycan. Amma elə nə deyim, həmin dövrdə yetişən oyunçular daha yaxşı idi, nəinki indiki dövrdə. İndiki dövrdə bizdə çox da yaxşı futbolçular yetişmir. İndiki dövrdə daha atletikdir, daha çox fiziki güc yəni fiziki gücə malik olmalısan. Keyfiyyətli oyunçularımız çox idi, müəllim. Məsəl üçün baxırsan İtaliya ilə köhnə oyunlara, Portuqaliya ilə köhnə, İsveç ilə daha yaxşı oyunçular var. İndi hal-hazırda yaradıcı futbolçular o zaman yaradıcı futbolçu sayılır ki, taktikanın içində o yaradıcılığı eləyə bilirlər. Əvvəl elə deyil. Əvvəl biz necədir? Biz hansısa bir oyunçuya verirdilər. O oyunçu 1-2-3 oyunçunu anladandan sonra hansısa bir gedişlər eləyirdi. İndi elə deyil. İndi bacarırsan. Kim var idi ən son? Yəni bu günlərin bilmirəm, yəni sizlə də danışmışdıq bəlkə də bu məsələni. Məsəl üçün Guardiola Mbappé ilə danışır, deyir ki, sən ola bilər ki, bu günlərim hansı qol epizodlarında yəni qolları vura bilmədin ya şanslarını istifadə eləmədin, amma sən müdafiədə iştirak eləməlisən. Sən rəqib qapısını təzyiqdə saxlamalısan. Müdafiəçini bəli. Yəni baxırıq ki, sənin nə qədər yəni belə deyək də istedadlı oyunçu olmağın kifayət eləmir. Sən taktikanın içində davranmalısan, iştirak eləməlisən. Mən güclü oyunçuyam, mən müdafiədə iştirak eləmirəm, o zonaya düşmürəm. Burada bunu necə ki, məsələn Zubir məsəl üçün baxırıq ki, heç bir müdafiədə iştirak eləmir. Düzdür, top məsəl üçün topla olanda yaxşıdır, topla olanda həqiqətən də heç nədir. Amma müdafiə vaxtı məsəl üçün Elvin deyirəm də, Elvin Simiclə axıracan oynasa, Simic o ötürməni eləyə bilməyəcək. Simic onu belə deyək də mərkəzə doğru hərəkət edir. Elvin düşür arxaya, yəni özünüz də baxsınız o epizodu görərsiniz. Yəni Elvin məcbur belə eləyir, görür ki, məsələn zona boşdur. Yəni o sönüb görsə ki, Zubir onun belə zonasına düşüb, o epizodda Simicdən axıracan oynayar. Simic də o ötürməni vermir. Həqiqətən görürsənir ki, Simic özü də
belə keyfiyyətli oyunçudur. İndi gəldik mən avqust ayından deyirəm Zubir oynamasın Çox, Qarabağın heyətində. Başa son- düşürsən niyə görədir? Son zamanlarda yəni Azərbaycan çempionatına gələn belə keyfiyyətli oyunçular çox azdır. Elə Qarabağda belə deyək də üçlü iki var. Soldan winger oynayan, Duran. İndi Zubiri yoxsa? Sabahda. Sabahda Maluda, Simic, Mikes. Simic, Mikes. Bəli, həqiqətən də görürsüz ki, Çox onların qəşəng arasında belə bir-birini öz tandemləri yaxşıdır onların həqiqətən. Yəni ona görə deyirəm ki, yəni Nəriman da belə deyək də, əgər karyerasını böyütmək istəyirsə, gərək o yeniliklərlə, belə deyək, yeni səviyyə ilə hazırlaşsın. Elə bir Nariman olmayan Azərbaycan bu illər itirilmiş Azərbaycan futbolundan çıxan bir Bəli. ulduzdur. Bəli. Biraz Toralı olsun, o olsun. Toraldır, o da Onlar Elvindir. istedadlıdırlar. Çox yaxşı Sadəcə- Amma başlamışdı yaxşı ki, Nəriman. düşüblər Qurban Qurbanovun komandasına. Bəli. Mən tək həmişə Qurban Qurbanov demirəm də. Orada Elçin Rəhmanov var, Zahid Ağzadə, Müşfiq Hüseynov. Yəni həmişə Qurban Qurbanov adı çəkilir, amma heç kim Elçin Rəhmanov o digər komandanın var adını orada, çəkmir. bəli, məşqçilər. Yəni var. onların əlində və digər əmək olanların əlində ki, o mühitə düşüb. Özü Qarabağın alt yapısından gəliblər onlar. O mühitə düşüb. Düz indi Qarabağın aşağı komandası bir o qədər də fəal deyil. İndi bəlkə akademiya sistemində nəsə eləmək istəyirlər. Sabah biraz cəhd davrandı onlardan da o baxımdan ki, təhsil vətənin də bazası və yaxud da nə əlində imkanlar var idisə hamısını birləşdirdi bir yerə. Çempionluqlar gəldi. İndi orada o yaş qruplarında Qarabağla mübarizə gedir. Daha doğrusu Qarabağ onlara çatmağa çalışır Sabah çünki mənə elə gəlir ki, uşaq futbolundasınız da sizdə. Belə deyək, adlı sanlı uşaq futbol məşqçilərdən birisiniz həm də. Ona görə orada mübarizə gedir. Ona görə onların Sabahın planı, ideyası əslində mən Sabah adamı deyiləm. Sadəcə olaraq reallıqları mən həmişə deyirəm ki, sonra iddialı bu müddətdə eyfariyaya qapılmasınlar Sabah hazırkeşləri ki, Sabah biz yanvarda Eintrachtla Liverpool oyunu bitdi. Deyirsən fevraldan Qarabağ liqanın əgər də indi Eintrachtı məğlub etməsə, ondan sonra artıq tam olaraq köklənəcək və burada hegemonluğu yenidən qaytaracaq. Yox, Əli, mən razı deyiləm. Mən sizə deyim, artıq yəni deyərdim ki, artıq daha çox diqqəti ölkə çempionatına verir Qarabağ. Yəni çünki Qatar gedir. Başa düşür ki, yəni bundan sonra Çempionlar Liqasında olsa indi 28 oyundur. Ondan sonra yəni daha çox diqqət 21-i 30 30. Yəni belə düşünürəm ki, artıq bu oyun da bir siqnal kimi oldu və Qəbələ ilə də oyunda çox çətinliklə gəldi. Qəbələ ilə də oyunda. Rotasiyalarla görsən qısa müddətdə saldı. Biz necədir? Ümumi psixologiya futbolçularda ümumi psixologiya dağınıqdırsa, həqiqətən məşqçi üçün də çətindir komandanı toparlamaq. Vaxtında təlim məşqi yəni, bu boşluqdan deyərdik ki, Sabah çox yaxşı istifadə elədi. Yəni Sabahın ən böyük rəqibi Qarabağ idi və Qarabağda o dağınıqlığı yəqin ki, məşqçi də görürdü və hiss elirdi ki, ölkə çempionatında tamam oyunçular o sürətdə oynamırlar, amma Çempionlar Liqasında və o hissədə o daha diqqətli idilər. Onların da onsuz da ən böyük belə deyək də diqqəti ölkə çempionatındadır və ondan da istifadə elədilər. Nəticədə amma birinci dövrə o demək deyil ki, çempionluq. Birinci dövrə həqiqətən də çox olub belə çox belə şeylər olub ki, bəli, birinci dövrə. Əsas məsələ indidir. Yəni bundan sonra başlayacaq fasilə. Hələ 1 aya yaxın təxminən istirahət eləyəcəklər. Bundan sonra danışdıq, Qarabağdan danışdıq. Yox, Neftçidən danışaq. Hə, Neftçi qaldı. Bax Neftçi. Neftçiyə çıxanda mən demişəm Azərbaycanın 3-cü yeri tutacaq. Nəyi? 3-cü yeri. Neftçidə olacaq. Bir oyun ümid verdi Rendubun ilk oyununda. İlk oyunda, ikinci oyunda da. İkinci oyunda ümid verdi. Sambu sadəcə o katastrofadır da. Yəni o katastrofadır. Özüm elə mən oyuna baxdım, yəni axırı və yol gedə-gedə də baxırdım da telefonda. Və hakimə çox böyük suallarım var orada. Orada bəzi Sambunun bir epizodu var ki, Sambuya topu ötürür. Səhv eləmirəmsə Eminin ötürməsi idi, səhv eləmirəmsə ya yadımda deyil, hə. Deməli topu qəbul eləyir Sambu. Arxadakı müdafiəçi onu qucaqlayır. Sambuya imkan vermir ki, zərbə endirsin. Sambu bitər zərbə endirir, zərbə çölür, amma yıxılır. Daxilində penalti olmadı. O penalti idi. O epizod dünyanın hər yerində penalti idi. Orada hakim penaltini vermədi. Neftçi haqqı olanı aldı. Həqiqətən oyun boyu Neftçi çox gözəl, ümumiyyətlə ikinci hissədə Neftçi həqiqətən çox gözəl futbol oynadı. Demək olar nəfəs aldırmağa imkan vermədi, yəni rəqibinə. Karvan nəfəs ala bilmirdi. Sadəcə olaraq Sambu 3 epizoddan demək olar yararlana bilmədi. Bir epizodda hakim ondan penaltisini vermədi. Sonda düzü yenə də öz penaltilərini qazandı. Yəni Neftçinin ən böyük problemi bitiriciliyi idi. Vernidubun sadəcə taktikasında görünür ki, sürətli futbol oynadacaq və bunun üçün də Abubakar ona yaramır.
və ona görə Sambo ilə çıxır oyunlara. Sambo da ayrı bir katastrofadır. İndi Vernudubun taktikası, Vernudub yetərli olmaz. Bu heyət yetərlidirmi? Bax, Yox, gəlib yox. üçüncülüyə, Rafael qəti. üçüncülüyə düşsün. Yəni o görsənən odur ki, ölkə çempionatının belə deyək də oyun tonusunda deyil Neftçinin oyunçuları. Bilməm diqqət edirsiniz. Nəfəsləri Amma yetmir. məsələn Karvan oyunu mən izlədim. Yəni Karvan oyunu həqiqətən də Neftçi üçün çətin bir addım idi da, yəni o oyunu keçmək. Deyə bilərik, məsələn Neftçinin oyunçuları var, o var, bu, amma belə deyək də Karvan özü də Karvan özü üçün də xal vacib idi. Öz Mütləq də. yerində oynayırdı. Oyunda əvvəlində də qol da vura bildilər. Yəni Neftçi amma hər nə qədər çətin olsa da bu oyunu belə deyək də götürə bildi. Yəni həqiqətən də Emin Mahmudovun o çox belə deyək yaxşı möhtəşəm idi. Yəni Sambo atdığı pas gözəl idi. Həlledici oynayırdı. Elə bir həlledici pasını verdi. Həlledici belə deyək qolun penaltini qazandı. Açar oyunçu Ya oldu. penalti epizodunda düzdür Abbakarın da rolu var idi orada. Bəli. Yəni orada deyirik də məsəl üçün sonuncu hücumçular var belə buna görə lazımdır. Hansısa bir ikili mübarizələrdə fiziki cəhətdən üstün olurlar. İkili mübarizələri Arxası dönüyə oynaya bilir. Qayda pozuntularına çatdıra qarşı bildi. Orada qayda pozuntusu oldu. Yəni Neftçi belə deyə də əgər yəni ümidləri doğrultsa, çox belə deyək Qarabağla Sabahın arasına gedən mübarizədə Neftçi həlledici ola bilər. Bu lazımdır. Bu lazım. Sabahı sevinirik ki, qatıldı. Neftçi də qatılsa, Zirə də baş ağrı ola bilirdi ara sıra indi Sabaha. Neftçi müdafiəsi ilə yəni bu lazımdır ki, çempionat maraqlı olsun. Gedib konfransda və yaxud liqalarda rahat oynayaq, heç olmasa birinci, ikinci bəli. Heç olmasa biri Sabah bu heyətlə, bu yolla məncə konfransın qrupunda növbəti il olacaq. Çünki orada elə komandalar var ki, Sabah onları gözü yumulu məğlub edə bilər. Bax bu lazımdır. Həm də baş məşqçidir. Neftçi də ayıbdır, Neftçidən indi danışanda ki, Neftçi uğur qazanmayasan və ya konfrans hansısa bir liqa düşməyəsən, orada mərhələ keçməyəsən. Bu büdcə, bu heyət hələ heyəti biz zəif sayırıq da. İndi 1-2-3 oyunçu var. Adlı Sambo Bakar var, Vargas var, nə bilim Sambo deyirsən indi bəyənmirsən, amma məsələn mən Neftçidə cinahları bəyənmirəm. Yəni cinah müdafiəçiləri. Cinah müdafiəçiləri məsələn o qədər belə deyək də elə bil onların seçimi sırf fizik yönümdən olub. Yəni o hücum fazasında yoxdurlar. Hücum fazasında yoxdurlar. Topları irəli aparmaq, necə Elvin məsəl üçün Qarabağda vaxtında qoşula bilmir hücuma. Yəni Rafaelin sözünə qüvvət, məsəl üçün Neftçidə bitiricilik də yoxdur. Baxırıq ki, istedadlı oyunçulardır, cərim meydançasının içindədirlər. Yəni qapıdan başqa hara gəlir başqa yəni digər bəlkə də indi məşqçi də görür, yəqin məşq prosesini elə quracaq ki, bitiricilik üzərindən ki, oyunçuların heç olmasa o keyfiyyətlərini biraz inkişaf elətdirsin ki, oyunlarda bu qədər epizodla qol vura bilmir. Eyni şey Sumqayıtda da demək olar. Məsələn, Sumqayıt da hər oyun görsədir ki, Sumqayıt ikinci isə daha yaxşı oynayır. Neftçi ilə oyunu olsun, Sabahla oyunu olsun. Yəni Sabahla oyunda 3-1-də düz qapının içindən vura bilmədi. Şansları var idi. Yəni ondan sonra da epizodlar oldu ki, orada da biri oldu, son qapının xəttinin üzərindən çıxartdılar. Qapının xəttinin üstündən çıxartdılar. Yəni Sumqayıtda da görsənir ki, axıra kimi oynayır komandası. 65-70-dən sonra daha yaxşı oynayır. Belə həm neçə oyunu mən hiss edirəm ki, görürəm ki, bu komanda amma bitiricilik o səviyyədə deyil. Yəni bitiricilik üçün də belə deyək də biraz orada biraz soyuqqanlı oyunçulara ehtiyac var. Ki, məsəl üçün oyunçular son nöqtəni qoysunlar. Lazımdırsa məsəl üçün Simici gördük, necə texnikalı zərbə vurdu. Orada yəni başqası olsa necə gəldi bir zərbə vurar ki, çatmışam mən, çatmışam qapının yanına orada. Amma çox görürüz necə soyuqqanlı bir dənə aşırtdı qapıçı. Keyfiyyətini göstərdi. Düzdür, ondan əvvəlki oyunda səhvləri var idi. Bu oyunda o Qarabağla oyunda səhvləri var idi. Mikelsin atdığı pası demək olar penalti nöqtəsindən. Yəni orada burada amma ortaladı keyfiyyətini. Sonra təkbətək çıxmış düz offside idi orada vurdu. Offside onu da üstdən vurdu. Orada daha mən Neftçidən əsas bilsən Vernudubdan nə gözləyirəm? Məncə Vernudub yoxlasın Sambo ilə Abbakarı yan bayana oynatmağa. Sən neçə dəqiqə deyirsən? 90 dəqiqə. Yan bayan startdan deyirsən. O arxayın deyil axı Abbakara. Abbakara arxayın deyil, bilirəm oyun sisteminə uymur deyə. Lakin adam olaraq gətiriblər. Bu adam yaram faktiki olaraq tam yaramır. Abbakar Qarabağın oyun sisteminə yarayır. Neftçi Vernuduba yaramır. Vernudub sürətli futbol oynadır deyə ona yaramır. Ona sürətli oyunçu lazımdır. Yəni Reza Balanla, İmad Fərəclə oynayan adam qabaqda Sambonu oynadır. Göstərir ki, mənə sürətli oyunçular lazımdır öndəki və həqiqətən də Karvanla oyunda, Sumqayıtla oyunda həddən artıq top alırlar 2-3 basa irəliyə. Yəni arxada paslaşa,
topu idarə elə Ölü futbol santimetr oynamırlar da. gedək qabağa yox, sürətli şəkildə. Boşluq gördü, vertikal top, Kloppun futbolu kimi oynayırlar. Abbakarın, yəni Rafaelin sözünə qüvvət. Yəni Abbakarda ola bilər oyunçu fiziki belə deyək də xarici görünüş cəhətdən ağır görsənə bilər, amma oyunçunun beyin sürəti çox yüksəkdir. Baxın məsəl üçün elə hansısa ötürmə gəlsə ona, o bilir ki, məsəl üçün onun səviyyədədir. Tez ötürməsini verir. Saxlayıb 10 kasani, 5 kasani, yəni toxunuş eləmir. Ya və yaxud məsəl üçün hər dəfədə belə deyək də təhlükəli zonaya açılmağı var, təhlükəli zonada tez düşünməyi var. Ola bilər fiziki cəhətdən o səviyyədə deyil, amma oyunçunun o beyin sürəti görsə kan yarıyır da. Ola bilər yəni Sambo ilə onu paraleldə buraxsalar, Sambo onun sığortalaya bilər. Sambonun da o belə deyək də texniki cəhətdən o belə o qədər futbol beyni olmayan cəhətində Abubakar ola bilər. Bilsən Abubakarı bəlkə də onu fikirləşirdi elə bil. Romelu Lukaku məsələn Antonio Conte necə istifadə edirdi? Yanında məsələn o vaxt Edin Dzeko, Lautaro var idi, sonra Romelu Lautaro var idi. Biri sürətli, cəld oyunçu, biri isə ağır. Müdafiəçiləri özünə çəkir, arxası dönük, top qəbul eləsin, 1-2 pasla. Hətta məsələn Ferencvaroş da eyni sistemdə oynayırdı, Varqanla, o bir oyunçular. Abubakar gələndə də 2-3 dənə zəif komanda düşdü. O göstərə bildi də o istidadı. Yox, aydın məsələ. Yox, bu baş məşqçi dəyişəndən sonra taktika dəyişir. Düz Samir Abbasovun taktikası deyə bir şey yox idi adamda. Yəni o ayrı bir bəyənmədin də sən. Mən o ilk gələndən demişəm ki, o baş məşqçinin Neftçiyə layiq deyil. Nəysə, sözüm onda. Məncə Abubakarın yanına Sambonun ikisini istifadə edib, yəni Rom tipliyə də gedə bilər. Emin Mahmudov arxasında 2 dayaq yarımçısı 2-8 nömrə ilə oynasa, mərkəzlə çox rahat şəkildə məhv eləyə bilər. İndi 2-10 görmüşük də qarşı. Yəni sən işarətlər görmüşük o sxemin, amma sürətli futbol düzdür, amma ki cınaq müdafiəçilərinin ləng olması, müəllim də qeyd elədi. Yəni Seklə Falaya Sakonun ləng olması. Falaya Sako çox sürətlidir əslində. Sadəcə elə bir ki, başı yoxdur. Beyindən yoxsundur adam. Yəni ki, gedir hücuma, amma nə edir o özü də bilmir. Mən çox Neftçinin bütün oyunlarını demək olar baxmışam da, yəni bu 16 turdan 10-una rahat 90 dəqiqə baxmışam. O bir oyunlarında demək olar ki, icmallaşır. Bir neçə epizodda da mən də görmüşəm ki, məsələn sol cinahdan tutaq ki, Neftçi hücum qurur, sağ cinah da mərkəzdən çəkilib, yox, sağ cinah da mərkəzdən çəkilib. Məsəl üçün sol cinahda top itkisi olub, sağ cinah hələ orada qalıb tamaşa eləyir. Görür ki, cərimə meydançasının içində nə olacaq, kim gələcək. Aylandı, gəlib çatanda artıq Sumqayıtla oyunda da məsəl üçün elə oldu. O müdafiə qaydana kimi artıq işdən keçmişdi. Sumqayıtın. Ona görə o düşünür ki, məsəl üçün həqiqətən biz necədir? O real oyun formalarında bəlkə də məşqlər keçirilmirdi ya və yaxud oyunçuları elə bir tətikləmək lazımdır ki, top itib artıq sən qayıtmalısan artıq. Onsuz da Neftçidə bəzi oyunçulara baxanda imaddır, yəni texnikalı oyunçular var. Əgər bu oyunçuların texnikası yüksəkdirsə, o deməkdir ki, onların mütləq şəkildə onların arxasındakı müdafiəsi çox belə deyək də, həqiqətən müdafiəçi olmalıdır, həqiqətən onları sığortalamalıdır. Boşluqlarını doldurmalıdır. Çünki onlar həqiqətən daha çox hücuma çıxırlar, daha çox belə deyək də qol epizodu yaradırlar. İstər-istəməz orada itirilən enerjini müdafiəçilər sığortalamalıdır. Neftçidə də indi biz fasilədən sonra da çalışacağıq ki, yanvar ayında transferlərdən sonra da bir də qayıdaq məsələn. Əsas zaten yanvar ayı bizə çox şey göstərəcək. Çox şey deyəcək ki, tənqidi mövqelər, bizim gördüklərimiz transferlər komandada çox dəyişə biləcək. Ona görə mənə gəlir ki, Neftçi də gedəcək o transferlərə. Çünki hədəf qoyulacaq. Bax, turnir cədvəlinə baxanda 8 xal ayrılır 3-cü yerdən Neftçini. Bu böyük deyil əslində. 2 tur qələbə, 2 tur qələbə ardıcıl yaxınlaşdıra bilərmi ya orada? Son üçlük artıq öz belə deyim mübarizəsinə qoşulur Azərbaycan çempionatına. Kəpəz, Qəbələ, Karvan. Bölgə komandalarından biri tərk eləyəcək elitanı. Çünki yəni İmişli biri də aşağıdan gələn ikincidən play-off oynayacaq. Və bu belə deyək, İmişli, Şamaxı bunlar artıq mənə gəlir ki, 8-9 pillələr aralarında mübarizə aparacaqlar. Bu 20 xalla olan Neftçi, Şamaxı ilə 20 xalı var. Neftçi bir qədər sıçrayış olacaq. Neftçi məncə 3-cü yerə çox rahat gələcək. Əgər 1-2 düzgün seçim və ya baş məşqçi məsələn Vernidok radikal dəyişikliklərə getsə, məsələn bilsən necə baş məşqçi gələndə əlindəki heyətə baxır.
Məsələn, adamın ideyası var. Biz 2 oyunda adamın ideyasını gördük. İdeyanı gördük. Bəli, bu adamın ideyası var. Ha, sənin əlindəki oyunçular o ideyanı həyata keçirməyə imkan verirmi sualı doğursa, məncə vermir. Çünki sənin əlində İmad Fərrac var, sol cinaq və sağ cinaqda oynaya bilən, çox texniklidir. Reza Baladır, eyni şəkildə. İkisi də eyni tipajlı oyunçudur. Biri sol, biri sağ ayağa malik və Vargasın var. Hətta çox texnikalıdır. Onun arxasında Emin Mahmudovla Matthew-nu oynadırsan ya da ki, indi kimi istəsən Cesar de Almeida oynadır. Yox, əsas o müdafiə mərkəzinə çəkir. İndi Samir Abbasov ilə oynadırdı. Emini oynadırsan və ya Elvini oynadırsan burada. Burada məncə bu sxem 4-2-3-1-dən keçib Varqası saxlayıb 10 nömrə mövqeyində bu iki öndəki oyunçudan vaz keçmək lazımdır. Reza Balanla İmad Fərracdan bunları ikinci hissədə istifadə edir. Ya Varqasın əvəzinə İmad Fərracı saxlayıb öndəki ikiliyə keçmək, Roma keçmək lazımdır. Burada var 10 nömrə mövqeyində Varqas, arxasında Emin olsun, yanında Elvin olsun, arxada məsələn Matthew olsun ya Elvin belə də DMF olsun, müdafiə milli yanında. Sən 2 oyunçunu atsa, onların yerinə oyunçu ola bilsə, bu ehtiyat oyunçuların da güclü olması deməkdir. Atmağına görə demirəm, taktiki dəyişikliyə ki, Roma keçib Abubakarla Sambunu istifadə eləsə, məsələn, İmad Fərracından Varqas həqiqətən top ayaqlarında olanda Zubirdən də yaxşıdırlar. Prime Zubirdən də yaxşıdırlar. 12 keçməyə çox rahatdır, dar mövqedə, qısa məsafədə çox rahat işlər görə bilirlər və bu oyunçuları istifadə edib, belə deyək də, Ancelotti'nin Milanı var idi bizim gözümüzün qabağında ki, Kaka və önündə Inzaghi ilə Gilardino var idi. Inzaghi'nin yanında məsələn Şeva var idi. Şeva gedəndən sonra Gilardino gətirdilər, Patonu gətirdilər. Yəni biri az sürətli, amma arxası dönük oynaya bilən, biri isə müdafiənin arxasından sürətli keçidlər eləyə bilən oyunçu. Məsələn, bunlarla istifadə edib İmad Fərracın, Varqasın ara paslarının, Eminin ara pası ki, Emin zaten Karvanla da oyunda o uzun ara pasını göstərdi və Sambol qolu da vurdu orada. Birində də penalti epizodu gətirib çıxarmışdı. Yəni belə əlindəki bu oyunçuları düzgün məncə istifadə eləsə bu Vernudub, əgər transfer eləyə bilməsə də desək ki, qardaş 13 oyunçu transfer eləmişik, pulumuz yoxdur. Var idi, kifayət qədər də pul var. Neftçinin pulu var. Neftçidə pulu var. Neftçi deyirsən Samir Abbasov yanaşmır. Neftçi birinci öz itirilən illərə baxsın, etdiyi səhvlərə baxsın, kimlərlə işlədiyinə baxsın. Hansı oyunçular gətirdiklərinə baxsın. Ondan sonra hansısa baş məşqçidə günah görər. Mənə elə gəlir. Yox, baş məşqçidə mən günah bilsən niyə görürəm? Yox, yanvar ayında sən çıxıb deyirsən ki, mən bu heyət mənim heyətim deyil. Mənə vaxt verin. Mən öz heyətimi qurum, sizə nəticə verəcəm. Sən inanırsan ki, hamısı Samir Abbasovun heyətidir, gələn oyunçular. Qardaş, burada problem artıq Samir Abbasovundur. Yəni uzun məsələdir, onu danışaq. Burada mən çıxıb desəm ki, Əli, bilsən necədir? Bu mən heyətim deyil, qardaş. Mənə vaxt verin. Yayda 13 dənə oyuncu gətirilib. Yəqin ki, baş məşqçidə şey deyil də, baş məşqçidən soruşurlar ki, qardaş, bu oyunçunu gətirək, gətirməyək. Onu necə gətirirlər? Menecerlərin təqdimatı qısa seçim qarşısına qoyur da, burada yoxsa bu. Onda xahiş edirəm, baş məşqçidə çıxıb deməsin ki, bu mənim heyətim deyil, mənə vaxt verin, mən heyət deyil. Onda Samir Abbasov da özünə vaxt qazanmaq üçün eləyir ki, vaxtım getsin, maaşımı alım, cibimə qoyum. Məncə Abbasov bu Neftçiyə gəlməklə özünü bir dala atdı, nə mənada. Karyera baxımından çox böyük belə bir aşağı planka götürməyəcək. Yəni Karvan və yaxud da nə bilim aşağı yerdə olan komandalara seçim olsa getməyəcək. Yuxarı da onu istəməyəcək. Yuxarı çətin. Hə, yəni yuxarıda onsuz da çünki xarakter olaraq problemlidir. Adam öz oyunun problemlərini qoyub ancaq başqa şeylərdən danışırsa, deməli bu baş məşqçidə çox böyük problemlər var. Belə, bax, məncə ölkə çempionatının əsasən biz danışdıq indi sabah Qarabağ Neftçi. Elvin bəy bir də dəvət eləyərik qarşıdakı yanvar ayında transferlər dövründə bir də görək nə dəyişir, nələr var. Və elə burada olmuşkən Elvin bəylə biz layihəmiz də olacaq. Yəqin ki, biz taktiki futbol baxımından, çünki Azərbaycan YouTube kontentində bu çox varsa da peşəkar məşqçilərlə, mütəxəssislərlə yoxdur. Ona görə biz onun da anonsunu verək ki, bu yaxınlarda istəyirik belə bir layihə reallaşdıraq. Hansı formatda olacaq, necə olacaq, onu özümüz də düşünürük. Odur ki, yanvar ayında da bizi izləyin. Futbol ola bilər ki, müəyyən mənada boşluq olsun Azərbaycan futbolunda, amma biz boş dayanmayacağıq. Ölkə klublarının transfer pəncərəsi var, tarixi toplanışları var, digər məsələləri və Qarabağın təbii ki, Çempionlar Liqası oyunlarına yaxında elə bu bir ay ərzində elə ona doğru gedəcəyik. Yavaş-yavaş görək Qarabağ nə edir. Elvin bəy, çox sağ olun. Sağ olun, sizə çox sağ olun. Danışdıq təxminən 40-45 dəqiqə ərzində. Rafael, çox sağ ol. Fikirlərin üçün də sən də növbəti həftə bu həftə ilə verilişlərimiz davam edir müxtəlif kontentlərdə. Elə növbəti həftədə yenidən çalışacağıq ki, görək il sonuna, yekunlarında həm Azərbaycan, həm dünya futbolunda baş verənlərə bir yekun vuraq. Növbəti həftə yenidən, daha doğrusu növbəti buraxılışlarda yenidən görüşməyi ümid edirik. Hələlik, sağ olun. Sağ olun və salamat qalın.